baxırıq. Tənasüb mövzusu səhifə 21 40 sayılı çalışma. Məsələni oxuyuruq. Tənasübün orta hədlərinin hasilinin kənar hədlərinin cəminə nisbəti 3-dür. Tənasübün kənar hədlərinin birini 2 vahid artırıb, digərini 5 vahid azaltdıqda bu nisbət 4 olacaq. Tənasübün orta hədlərinin hasilini tapın. Deməli, tənasübün heç bir həddi verilməyib. Onda yazırıq A böl B bərabərdir C böl D. Sonra şərtə uyğun bərabərlik yazırıq. Tənasübün orta hədlərinin hasili. Orta hədləri B ilə C-dir. BC hasilinin kənar hədlərinin cəminə nisbəti. Kənar hədləri A ilə D-dir. Cəminə nisbəti bərabərdir 3-ə. Birinci ifadəni yazdıq. Sonra tənasübün kənar hədlərindən birini 2 vahid artırıb. Kənar həddin biri A-dır. A-nı 2 vahid artırsaq, A üstə gəl 2 olacaq. Digərini 5 vahid azaltsaq. Digəri D-dir. D-ni də 5 vahid azaltdıq. Deməli, kənar hədlərimiz biri A üstə gəl 2-dir, biri D çıx 5-dir. Bu bizim kənar hədlərimizdir. İndi nə baş verir? Tənasübün kənar hədlərini birini 2 vahid artırıb, digərini 5 vahid azaltdıqda bu nisbət 4 olar. Yeni nisbət yazırıq burada. BC bölünsün. Artıq A yazmırıq. A üstə gəl 2 yazırıq. D yazmırıq. D çıx 5 yazırıq. Və bu nisbəti də şərtə görə 4-ə bərabər verib 4 yazırıq. Burada da BC-ni AD ilə, burada da BC-ni AD ilə ifadə eləmək olar. Eləyək. Buradan BC bərabərdir. 3 vurulsun. A üstə gəl D olacaq. Buradan BC bərabərdir. 4 vurulsun. A üstə gəl D çıxılsın 3 olacaq. Niyə çıx 3? 2 çıx 5 eləyir -3. Sonra hər ikisində BC-ni A ilə D ilə ifadə elədiyimizə görə onda hər ikisində bu sağ tərəfləri bir-birinə bərabərləşdirək. Çünki BC bərabərdirsə ifadə olunduğu ifadələr də bərabərdir. Belə, burada da 4 vurulsun. A üstə gəldi -3-ə. Mötərizəni açaq. 3A üstə gəl 3D bərabərdir 4A üstə gəl 4D çıx 12. İslah eləyək. 3A 4A çıx 3A eləyir A. 4D çıx 3D eləyir müsbət D. 12 də mənfi keçir digər tərəfə. Alırıq A üstə gəl D bərabər 12. Gətirib burada A üstə gəl D'nin yerinə 12 qoysaq. B üstə gəl C böl 12 bərabər 3 olanda, başlayın. B vur C böl 12 bərabər